Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 14-cü sualın izahatına baxaq. Deməli, 16 qram filizin tam yanmasına 12,8 qram SO2 alınır. Ümumiyyətlə, uşaqlar yadda saxlayın ki, filiz nədir? Filiz elə bir ki, uşaqlar, baxın, belə bir sandıqdır. Belə bir sandıqdır. Bu sandıq filizdir. Filizimiz 16 qramdır. Və bizə burada bildirir ki, filizin tam yanması 12,8 qram SO2 alınır. Filiz yanmır. Filizin içində hansı bir maddə var ki, o yanır. Filizdə kükürdün kütlə payı. Deməli ki, kükürdün kütlə payını istəyirsə, deməli, filizin içində kükürd var imiş. Deməli ki, filiz yanmayacaq burada. Kükürd yanacaq və SO2 əmələ gətirəcək. Əgər bizə SO2-ni verib 12,8 qram. Əgər 64 qrama 32 qram kükürd düşürsə, bəs 12,8-dən nə qədər olacaq? X. Niyə kükürdü tapırıq? Çünki səndən kükürdün kütlə payını istəyir. X-imiz burada eləyəcək 6,4. Demək, kükürdümüz bizdə 6,4-dür. Omega kükürdü hesablasaq filizdə 6,4-ü böləcəksən 16-ya. Axı filizimiz 16 deyil, ümumi kütlə. Vuracaq 100-ə. O da eləyəcək 40%. Cavab alacaq Y variantı. Bax, yenə təkrar edirəm. Filiz bir qutudur. Həmin qutunun içində müəyyən maddələr olur, müəyyən elementlər olur. Məsələn, qızıl olur, gümüş olur, mis olur, kükürd olur və s. müəyyən elementlər olur. Həmin filiz yanır. Filiz yanmır. Filizin içində kükürd var. Kükürd oksigəndə yanır, SO2 əmələ gəlir. Orada kükürdün kütlə payını soruşduğu üçün sən kükürdün kütləsini tapmalısan. Biz burada kükürdün kütləsini tapdıq və ona uyğun şəkildə kükürdün kütləsini hesablayıb omeqanı tapmış olduq.